Fason Radyo. Fason Radyo'ya hoş geldiniz. Azerbaycan'dan haberler programındasınız. Bakü stüdyosundan herkese merhaba. Ben Özlem. Yanımda her zamanki gibi Ali var. Mən də Əli. Hər vaxtınız xeyir əziz dinləyicilər. Özlem, hoş gördük. Hoş bulduk Ali. Nasılsın? Bakü'de havalar nasıl? Bugün biraz kapalı diye duydum, doğru mu? Bəli Özlem, təəssüf ki doğru. Hətta biraz qapalıdan da artıq oldu. Son günlər yağan güclü yağışlar Bakının bir çox küçə və prospektində daşqınlara səbəb olub. Vay canına. Sel basmış yani resmen. Sosyal medyada gördüm fotoğrafları. Arabalar suyun içinde kalmış. İnsanlar perişan. Ciddi bir durum anlaşılan. Elədir, sosial şəbəkələrdə paylaşılan görüntülər vəziyyətin ciddiliyini göstərir. Nəqliyyatın hərəkəti demək olar ki, iflic olub. Bəzi binaların zirzəmlərini su basıb. Vətəndaşlar haqlı olaraq şəhər infrastrukturunun vəziyyətindən və bələdiyyə xidmətlərinin yetərsizliyindən şikayət edirlər. Bütün şəhəri məhv etdilər deyə sərt tənqid edənlər də var. O kadar yani. Zirzemi dediğin bodrum katı oluyor değil mi? Peki altyapı neden bu kadar yetersiz kalmış? Bu her yağmurda olan bir şey mi yoksa bu seferki çok mu şiddetliydi? Zirzəmi bəli, bodrum qatıdır. Əslində Bakıda güclü yağışlardan sonra bu mənzərəyə tez-tez rast gəlinir. Amma bu dəfəki daha şiddətli oldu. Mütəxəssislər bunu sürətli və bəzən plansız tikinti ilə əlaqələndirir. Yeni binalar tikildikcə köhnə kanalizasiya və drenaj sistemləri bu yükü qaldırmır. Nəticədə ilk güclü yağışda küçələr gölə dönür. Anladım. Altyapı sorunları bir yana bir de daha ciddi insan haklarını ilgilendiren konular var sanırım bu hafta gündemde. Bəli, çox həssas bir məsələ var. Almaniyada yaşayan bloger Tural Sadıqlı valideynlərinin Azərbaycandan çıxışına qadağa qoyulduğunu bildirib. O, bunun birbaşa öz siyasi fəaliyyəti ilə əlaqəli olduğunu və ailəsinə təzyiq göstərmək məqsədi daşıdığını iddia edir. Bu çok ciddi bir iddia. Tural Sadıklı nasıl bir siyasi faaliyet yürütüyor ki böyle bir tepkiyle karşılaştığını düşünüyor? Ve bu haber hangi kaynakta yer aldı? Çünkü bu tür haberler genellikle devlet medyasında pek yer bulmuyor, değil mi? Tamamilə doğru bir müşahidədir Özlem. Bu xəbəri Azadlıq Radiosu yayımlayıb. Bildiyin kimi Azərbaycanda hökuməti tənqid edən mövzulara daha çox Meydan TV və ya Azadlıq Radiosu kimi müstəqil media orqanlarında rast gəlinir. Tural Sadıqlı da Avropadan hökuməti sərt tənqid edən fəaliyyəti ilə tanınır. İddiasına görə məhz bu səbəbdən onun yaşlı valideynlərinin ölkədən çıxışına icazə verilmir. Rəsmi qurumlar isə hələlik məsələ ilə bağlı bir açıqlama verməyib. Umarım ailesi bu durumdan bir an önce kurtulur. Hassas konular bunlar. Peki Ali, gündemi biraz değiştirelim. İçimizi karartmayalım. Hiç mi güzel bir şey olmuyor canı Azərbaycanda? Əlbəttə olur, olmazmı heç? Azərbaycanın mədəniyyətini və tarixini beynəlxalq aləmdə tanıtmaq üçün də mühüm addımlar atılır. Çox gözəl bir xəbər var. Bolqaristanın Veliko Tırnova şəhərində Şuşa parkı salınacaq. Bu barədə iki ölkə hökuməti arasında saziş təsdiq edilib. Ne kadar güzel. Şuşa'nın Azerbaycan için manevi önemini, Karabağ'ın kalbi olduğunu biliyoruz. Bulgaristan gibi bir Avrupa Birliği ülkesinde böyle bir parkın olması çok anlamlı bir jest. Elədir. Bu layihə Azərbaycanın mədəni irsinin və Qarabağın simvolu olan Şuşa şəhərinin beynəlxalq səviyyədə tanınması məqsədi daşıyır. Həmçinin bugün xalq şairi, ictimai xadim Sabir Rüstəmxanlı da Azərbaycan ədəbiyyatının inkişafında və ictimai-siyasi həyatda fəal iştirakı üçün prezident sərəncamı ilə şərəf ordeni ilə təltif edildi. Kültüre ve sanata verilen değer her zaman takdire şayan. Uluslararası demişken iki ülkeyi birbirine daha da yakınlaştıracak bir gelişme daha var galiba. Tren seferleriyle ilgili bir haber okumuştum. Bəli, bu da çox sevindirici bir xəbərdir. Pandemiya səbəbilə uzun müddətdir dayandırılan Bakı-Tbilisi-Bakı sərnişin qatarı səfərləri nəhayət ki mayın 26-sından etibarən yenidən başlayır. Azərbaycan Dəmir Yolları rəsmi açıqlamanı verdi. Harika! Türkiye'den de Bakü-Tiflis-Kars tren hattı var. Bu hatla bir bağlantısı oluyor mu? Yani Türkiye'den yola çıkan biri Tiflis'e, oradan Bakü'ye trenle rahatça geçebilecek mi? Yolculuk ne kadar sürüyordu? Bəli, əla əlaqəsi var. Bakı-Tbilisi-Kars dəmir yolu xətti ilə gələn sərnişinlər üçün də gözəl bir imkan yaranır. Bakı-Tbilisi arası təxminən 12-13 saat çəkir. Gecə yola çıxıb səhər Tbilisidə və ya əksinə, Tbilisidən çıxıb səhər Bakıda olursan. Çox rahat, yataqlı kupeləri olan bir qatardır. Həm turizm, həm də qohumluq əlaqələri üçün çox vacib bir xəttdir.
Anladım. Ulaşım tamam, kültür tamam, bir de müzik var tabii. Azerbaycan müziği denince akan sular durur. Bu konuda da dünya çapında bir başarı haberi var sanırım. Bəli, müzik bizim ruhumuzdur. Dünya şöhrətli bəstəkarımız, UNESCO-nun sülh artisti Firəngiz Əlizadənin əsərləri beynəlxalq səhnələrdə səslənməyə davam edir. Bəstəkarın müasir və klassik musiqini, xüsusilə muğamı sintez edən yaradıcılığı xarici tənqidçilər və musiqi sevərlər tərəfindən çox yüksək qiymətləndirilir. Hətta beynəlxalq mətbuatda onun üçün "Bravo" başlıqlı məqalələr yazılır. Firengiz Hanım'ı biliyorum, muazzam bir sanatçı. Gerçekten de Azerbaycan'ın yaşayan efsanelerinden biri. Sanattan geleceğe uzanalım o zaman. Teknoloji ve yapay zeka tüm dünyada olduğu gibi Azerbaycan'da da gündemde anlaşılan. Bəli Özləm, gələcəyi qaçırmaq olmaz. Azərbaycanda da bu mövzu geniş müzakirə olunur. Süni intellektin proqnozlarına görə gələcəyin qızıl peşələri, yəni ən çox gəlir gətirəcək sahələr ön plana çıxır. Siyahıda məlumat analitikası, süni intellekt mütəxəssisliyi, robotu texnika mühəndisliyi və rəqamsal marketinq kimi sahələr ön plana çıxır. Eyvah! Bizim mesleği de elimizden alacak mı bu yapay zeka? Azerbaycan'dan haberleri bir gün yapay zeka mı sunar dersin Ali? Hələ ki yox Özləm, narahat olma. Süni intellekt xəbəri toplayıb yaza bilər. Amma sənin bu şən enerjini və mənim bu təmkinli izahımı bir araya gətirib bu səmimiyyəti yarada bilməz. Hələ ki yerimiz möhkəmdir. Hadi, içime su serdin. O zaman bu güzel haberle programı kapatalım. Ağzına sağlık Ali. Aktardığın değerli bilgiler için çok teşekkürler. Sənin də ürəyinə sağlıq Özləm. Bizi dinləyən hər kəsə təşəkkür edirik. Yarın yine aynı saatte buluşmak üzere. Hoşça kalın. Fason Radyo